sakini Süleyman Hüseynov hazırlayıb. Özü balaca olsa da ölçüsündən dəfələrlə böyük səs çıxardır bu musiqi aləti. Haqq vergisi kimi Allah tərəfdən bunu düzəltdim, öz beynimlə, fikrimlə. Elədim, bununla da yavaş-yavaş davam edirdim. Nədən düzəltmişsiniz onu? Keç ağacı deyirlər, bax burada bu meşədə. Onunla da lezvi ilə kəsdim, bax bu forma. 4 küş kəsdim. Ölçüsü 5-7 sm, çəkisi 10 qram olan bu nəfəs alətini Tovuz rayon Hacı Həsənli kənd sakini Süleyman Hüseynov düzəldib. O, hazırlanma qaydasını yuxuda görüb və onu ərsəyə gətirmək üçün 30 saniyə vaxt sərf edib. Bundan heç kimdə yoxdur Allah haqqı, bax vicdana, Quran haqqı. Eləcə yalnız bunu özüm icad eləmişəm. Süleyman Hüseynov hazırladığı alətə qamış adı verib. Deyir ki, bu onun çörək ağacıdır. Süleyman Hüseynov sənət yoldaşı Qulu Əsədovla birlikdə istirahət zonalarına gedir və müxtəlif musiqiləri ifa edib pul qazanırlar. Mən dərs çalıram Süleymanla, buraya olan qonaqlara şadlıq edirəm, kömək edirəm, onların hamısına dərs çalıram. Qonaqları da şənləndirirəm. Neçə hava ifa edə bilirsiniz? Hamısına. Məsəl üçün 10 dənə, 15 dənə, 20 dənə, elə olur 200 dənə, hamısını. Yəni, hansı musiqi aləti səsini verir o? Qara zurna. İxtiraçı növbəti işindən də söz açıb. Dediyinə görə yeni musiqi aləti düzəltməyi düşünür. Yeni əl işindən fleyta və simli alətlərin də səsini ala biləcəyini iddia edir. Vüsal Nazim, Cümşüd Məmmədov, Elvin Süleymanov, Tovuz. Bəli, maraqlı bir ixtiradır və ən əsası bildirək ki, insanları əyləndirirlər, onlara xoş əhval ruhiyyə bəxş edirlər. Yeni ixtirası da mənə çox maraqlı gəldi. Görəsən, o ixtira nələrə qadir olacaq. Biz isə daha da xoş